Doğranın uzunluğu 24 cm olan konusun hündürlüğün ortasından doğrana paralel düz xət çəkilmişdir. Düz xəttin konus daxilində qalan parçasının uzunluğunu tapın. BC doğranı 24 cm olaraq qeyd edək və deməli hündürlüğün ortasından bir düz xət keçirilmişdir. Hündürlüğün ortasından tutam çəkilmiş bu düz xət BC-yə paraleldir. Və burada ABC üçbucağı özü bərabər yanlı üçbucaqdır. Çünki konusun, yəni ox kəsiyi kimi biz baxsaq, əgər biz AB-nin ortasından bu mərkəzi birləşdirsək, yəni hündürlüyün düşdüyü yeri birləşdirsək, AO və OC radiuslar olduğu üçün bir-birinə bərabərdir. Yəni AO bərabərdir OC-yə. Digər tərəfdən biz AB-nin orta nöqtəsindən buradan düz xət keçirdik. Buna OK deyək və bu nöqtələrdə MN ilə işarə edək. OK ABC üçbucağının orta xətti olacaqdır. Və deməli OK bərabərdir. Paralel olduğu tərəfin yarısı qədər, yəni BC-nin yarısı qədərdir. BC bölünsün 2, o da eləcə 24/2 bərabərdir 12-yə. OK 12-dirsə, MN də həmçinin hündürlüyün ortasından keçdiyi üçün OC-nin də, yəni radiusun da orta nöqtəsindən keçir, paraleldir BC-yə. Deməli, biz burada OKBC deyək. OKBC trapesiyasının MN orta xəttinə baxırıq onda. MN orta xətt olduğu üçün oturacaqların cəminin yarısına bərabərdir. Yəni 12 üstə gəlir 24/2. O da 36 bölünsün 2 bərabərdir 18. Deməli, düz xəttin konus daxilində qalan parçasının uzunluğu 18 olacaq.